Sual edən soruşur ki, axirətdə Allah Azza və Cəlləni kimlər görəcəkdir? Əziz qardaşlarım, Allah Azza və Cəllənin axirətdə möminlərin görməsi bu Əhlüsünnə vəl Cəmaənin üzərində icma etmiş olduğu əqidəsidir. Kitab və sünnədə dəlili olan və həmçinin ümmətin Əhlüsünnə vəl Cəmaənin icma etmiş olduğu bir məsələdir. Allah Azza və Cəllənin qardaşlarım axirətdə görmək bu möminlərə verilmiş olan ən əzəmətli nemətdir. Allah Azza və Cəlləni qiyamət günü kimlər görəcəkdir? Təvhid üzərində olan, şirk əhlindən olmayan, haqq üzərində olan sadiq möminlər Allah Azza və Cəlləni axirətdə görəcəklər. Və bu da qardaşlarım, Qurani-Kərimdə bir çox yerlərdə ayələrin dəlaləti ilə və həmçinin səhih sünnədə gəlmiş olan Allah Rasulundan varid olmuş hədislərlə sabit olmuşdur. Kafirlər və müşriklər qiyamət günü Allah Azza və Cəllənin görülməsindən məhrum ediləcəklər. Mutaffifin surəsinin 15-ci ayəsində Allah Azza və Cəllə buyurur ki, Kəllə innəhum ər-rabbihim yevmə izin ləməhcubun. Xeyr, o gün onlarla Rəbləri arasına pərdə çəkiləcəkdir. Onlarla Allah arasına pərdə çəkiləcəkdir. İmam Şəfi'i rahimehullah, Allah ona rəhmət etsin, deyir ki, əgər onlarla Allah arasına pərdənin çəkilməsi, kafirlərin Allahı görə bilməməsi, müşriklərin bu nemətdən məhrum olması Allahın qəzəbi səbəbi ilədirsə, onun əksi olaraq razı qaldıqlarının Allahı görməsi isə onların razılığının səbəbi və əlaməti olmalıdır. Necə ki, Allahın düşmənləri, müşrik və kafirlər Allahı görməkdən məhrum edildilər, eləcə də bunun qarşılığı olaraq Allah Azza və Cəllə möminlərə, təvhid əhlinə, cənnətdə olanlara bunun qarşılığını verəcəkdir. Allahı görməyi nəsib edəcəkdir. Quran-Kərimdən qardaşlarım başqa bir ayələr var. Qiyamət surəsinin 22-23-cü ayələrində Allah Azza və Cəllə buyurur ki, "Vucuhun yevmə izin nadirə." O gün bir çox üzlər parlayacaqdır. İlə Rabbihə nəzirə. Öz Rəblərinə baxacaqlar. Subhanallah. Ayə açıq-aşkardır. Bu ayə, qardaşlarım, möminlərin qiyamət günü Allah Azza və Cəlləni görəcəklərinə birbaşa açıq dəlillərdəndir. Və həmçinin Yunus surəsinin 26-cı ayəsində də Allah Azza və Cəllə buyurur ki, "Lillezine ahsanul husna və ziyadə." Yaxşı iş görənlər üçün ən yaxşısı cənnət və bundan daha artığı Allahı görmək vardır. Allahı görmək vardır. Alimlər qardaşlarım, bu ayənin təfsirinə baxdığın zaman alimlər buradakı ziyədəni, yəni bundan daha artığını Allah Azza və Cəlləyə baxmağı deyirlər. Və həmçinin sünnədən gələn dəlillərə baxdığımız zaman görürük ki, Cərir İbn Abdullah, Allah ondan razı olsun, deyir ki, Muhammed sallallahu aleyhi və səlləm Buxar və Müslimin rəvayət etmiş olduğu hədisdə deyir ki, siz Rəbbinizi gözünüzlə görəcəksiniz. Və həmçinin Əbu Hüreyrənin rəvayət etmiş olduğu hədisdə Muhammed sallallahu aleyhi və səlləm deyir ki, cənnət əhli cənnətə girdikdən sonra Allah Azza və Cəllə onlardan soruşacaq, sizin üçün hər hansısa bir şeyin artırmağımı istəyirsinizmi? Cənnət əhli deyəcək ki, ey Rəbbimiz, bizim üzümüzü ağ etmədinmi? Bizi cənnətə daxil etmədinmi? Bizi cəhənnəm odundan qurtarmadınmı? O zaman hicab qalxacaq və onlara Allaha baxmaqdan, Rəblərinə baxmaqdan daha sevimli olaraq bir şey verilməyəcəkdir. İmam Müslim rahimehullah hədisi rivayet etmişdir. Kim axirətdə Allah Azza və Cəlləni görməyi inkar edərsə, o artıq Əhlüsünnə vəl Cəmaənin icmasına müxalif olmuş, kitab və sünnədə varid olan dəlillərin əksini demiş, əksini söyləmiş olur. Və həmçinin əqidədə bidətçi olaraq və bidət əhlindən olaraq qiymətləndirilmişdir. Necə ki, bayaq qeyd etdik, İmam Şəfi rahimehullah deyir ki, onlar Allahın qəzəbi olaraq Allahla onlar arasında pərdə çəkildisə, bu dəlalət edir ki, onun dostları ilə arasından pərdə qaldırılacaqdır. Və bu pərdənin qalxması Allah Azza və Cəlləni onların görməsi Allahın razılığının əlaməti olacaqdır. Axirətdə qardaşlarım, Allah Azza və Cəllənin görmək möminlərə verilmiş ən üstün nemət olacaqdır. Və bu Allahın kitabı ilə, Muhammed sallallahu əleyhi və səlləmin sünnəsi ilə və əhl-i sünnənin icması ilə sabit olmuşdur.
Kim buna müxalif olarsa artıq ümmətin icmasına müxalif olmuşdur. Allahdan istəyirəm ki, qardaşlarım bizi cənnət əhlindən etsin. Üzləri parlayan, gözləri Allah Azza və Cəlləyə baxan qullardan etsin. Allah daha gözəl bilir.